Əmir Əhməd Ağadayi oğlu Quliyev 1966-cı il fevralın 18-də Bakının Əzbəyev rayonunun Bina qəsəbəsində anadan olub. Qəsəbədəki 121 nömrəli məktəbin 8-ci sinifini bitirdikdən sonra Bakı Elektrik Rabitə Texnikumunda təhsilini davam etdirir. Sonralar 2 il Kuril adalarında hərbi xidmətdə olub. Əmir Əhməd 1991-ci ilin dekabrında əlinə silah alıb vətənini yağı düşməndən azad etməyə gedib. Kərkicahan uğrunda pulemyotçu kimi döyüşüb. İgid döyüşçü əskər dostları ilə birlikdə Yağlıtəpə yüksəkliyinə kəşfiyyata gedərkən snayper gülləsinin qurbanı olur. Bina qəsəbəsinin ilk şəhid oğlunun Əmir Əhmədin xatirəsi həmişə əziz tutulur. Vaxtı ilə oxuduğu 121 nömrəli məktəb indi şəhidin adını daşıyır. O, doğma Bina qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırılıb.